Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes markalı mikroavtobus idarə etmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 20-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Yevlax və Mingəçevir şəhərlərində yerləşən xəstəxanalara çatdırılıblar. Hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar araşdırılır. Əməkdar incəsənət xadimi, şair, dramaturq Yusif Həsənbəy xəstəxanaya yerləşdirilib. 94 yaşlı Yusif Həsənbəyin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd eləyək ki, Yusif Həsənbəy 1932-ci il dekabrın 26-sında Quba şəhərində anadan olub. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba Zona şöbəsinin sədridir.